Yeməkdən sonra meyvə yeyək, yoxsa yox? Adətən restoranlarda və yaxud da kiməsə qonaq gedirsən, yeyib içirsən, xüsusən də axşamlar, ondan sonra da bir tabaq meyvə gəlir ki, buyurun, nuş olsun. Amma yeməkdən sonra meyvə yemək faydalı deyil, əksinə zərərlidir. Çünki mədəmiz artıq doludur, bir işlə məşğuldur, həzm prosesi gedir orada. Üstünə də bir meyvə əlavə eləyirik. Meyvədə şəkər çoxdur, xüsusilə də fruktoza olduğuna görə sizi kökəldə bilər və eyni zamanda həzmdə müxtəlif problemlər əmələ gələ bilər. Düzdür, meyvə faydalı bir şeydir. Xüsusən vitamin mənbəyidir. C vitamini, A vitamini və yaxud da digər vitaminlərlə zəngindir. Eyni zamanda liflə zəngindir. Bədənə çox vacibdir. Amma mütəxəssislər tövsiyə eləyirlər ki, meyvəni günün birinci yarısında adətən yeməksiz, yəni yeməksiz vaxtlarda atışdırma kimi istifadə eləmək olar. Həcmini də az eləsəz yaxşı olar. Yəni bir oturuma 5-6 dənə alma və yaxud da 1 kiloqram üzüm yemək orqanizmə heç bir fayda verməz, əksinə zərər verər. Harvard Health School-un araşdırmasına görə günlük meyvə qəbulu ümumi qidanın 25%-ni keçməməlidir. Bəs deyə bilərsiniz ki, meyvəni çox yesək nə olacaq? Xüsusilə yeməkdən sonra yesək nə olacaq? Bir sıra amilləri saydım. Əsas amillərdən biri isə kökəlməkdir. Əslində biz bir yemək yeyəndən sonra, ondan sonra meyvəyə ehtiyacımız olmamalıdır, doymalıyıq. Amma biz doymuruq deyə meyvəni də üzərindən atışdırırıq. Doymaq hissi ona görə gəlmir ki, bizdə insulin müqaviməti yerində deyil. Buna görə də insulin müqavimətini tarazlıqda saxlamaq lazımdır. Tez doymaq istəyirsinizsə, kökəlmək istəmirsinizsə, sizə alfa-xrom qida əlavəsini tövsiyə eləyə bilərəm. Tərkibi xrom və alfa-lipoik turşusundan ibarətdir. Bu nə edir? Deməli, iştahı normallaşdırır. Yəni belə deyək də tam kəsmir iştahı. Amma siz biraz yeyəndən sonra sizə doyma hissi gəlir. Eyni zamanda sizə enerji verir və insulin direncini normallaşdırır. Və nəticədə siz çox qida qəbul etmədən də enerjili ola bilirsiniz. Eyni zamanda alfa-xrom qida əlavəsi piylərin parçalanmasında, onların enerjiyə çevrilməsində rol oynayır. Çünki güclü antioksidantdır. Həkim və əzaçıların tövsiyəsi ilə əksər apteklərdən ala bilərsiniz. Qidadan yarım saat əvvəl qəbul edilməlidir. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.